Herkese salam dostlar. Bu videoda sizlere Elm Studio necə yüklənir və quraşdırılır, Elm Studioya süni intellekt modellərini necə əlavə etmək olar, hər bir mərhələni ətraflı şəkildə izah edəcəm. Elm Studio vasitəsilə lokal olaraq süni intellekt modellərini öz kompüterimizdə işə sala bilərik. Elm Studio ilə istifadə edə biləcəyimiz bir çox model var. Bu videoda mən sizlərə DeepSeek R1 modelini göstərəcəm. Ən populyar modellərdən biri məhz elə budur. Elm Studionu yüklənmək üçün açıqlamada verəcəyim linkə daxil olursunuz və sizdə də belə bir pəncərə açılacaq. Bu Elm Studionun rəsmi saytıdır. Buradan Elm Studio ilə bağlı məlumatları əldə edə bilərsiniz. Proqramı yükləmək üçün burada Download Elm Studio for Windows, yəni Windows'un Elm Studionu yüklə. Buna bir dəfə klikləyirik və gördüyünüz kimi endirmə başlayır. Endirmə bitdikdən sonra bu pəncərəni bağlayırıq və buradan File Manager açırıq. File Manager açdıqdan sonra endirilənlər qisminə gəlirik və Elm Studio exe failinə 2 dəfə klikləyirik. Gördüyünüz kimi belə bir pəncərə açılır. Buradan Only for me seçirik, Next deyirik, Install deyirik. Çox sadə bir quraşdırılma prosesi var. Quraşdırıldıqdan sonra finish deyirik. Proqram açıldıqdan sonra buradan sağ üstdən bu mərhələni keçirik. Buradan süni intellekt modeli seçmə bölməsinə gəlsək, gördüyünüz kimi bizdə heç bir model olmadığı üçün Elm Studio bizə başqa bir model məsləhət görür. Bu Google'un süni intellekt modelidir, hansı ki bu bizə lazım deyil. Bu videoda biz DeepSeek R1 modelini quraşdıracağıq. Modelləri yükləmək üçün sol tərəfdən axtarış bölməsinə gəlirik və bura DeepSeek R1 yazırıq. Və gördüyünüz kimi burada bizim üçün modelləri axtarır. 502 ədəd model tapdı bizim üçün. DeepSeek R1 adı altında. Mən bu videoda bu modeli yükləyəcəm və bu səhifədə bu model haqqında bəzi məlumatları əldə edə bilərsiniz. Buradan öz kompüterimizə uyğun modeli seçə bilərik. Gördüyünüz kimi burada bir çox model var. Məsələn, bu son 2 model mənim kompüterimizə uyğun deyil. Məsələn, bunlardan birini seçsəm, gördüyünüz kimi deyir ki, bu modeli yükləməyi sənin üçün məsləhət deyil. Niyə? Çünki mənim kompüterimin gücü bu modeli işlətməyə çatmayacaq. Siz də öz kompüterinizə uyğun buradan bir model seçirsiniz. Məsələn, mən bu modeli seçəcəm. Yükləmək istədiyimiz modeli seçdikdən sonra burada da görə bilərik ki, bu model kompüterimizdə tam rahat şəkildə çalışacaq. Modeli seçdikdən sonra aşağıdan yüklə düyməsinə basırıq. Və gördüyünüz kimi süni intellekt modeli artıq kompüterimizə yüklənir. Seçdiyimiz modeli yükləndikdən sonra bu pəncərəni bağlayırıq. Bunu da bağlayırıq. Bunu da bağlayırıq. Buradan mənim modellərin bölməsinə gəldikdə gördüyünüz kimi artıq bizim modelimiz burada görsənir. Az əvvəl indirdiyimiz model. İndi isə ana ekrana qayıdıram. Və sol aşağıda burada User, Power User və Developer modları arasında keçmək mümkündür. Sağ aşağıda seçdiyimiz süni intellekt modelinin kompüterimizdəki prosesordan və RAM-dan nə qədər istifadə etdiyini görə bilərik. İndi isə gəlin süni intellekt modelimizi seçək. Bura klikləyirik və gördüyünüz kimi az əvvəl indirdiyimiz model burada görsənir. Buna klikləyirik. Artıq burada bizim kompüterimizdə nə qədər RAM və nə qədər prosesor istifadə etdiyi burada görsənir. İndi isə gəlin bu süni intellekt modelinə Azərbaycan dilində bir neçə sual verək. İlk sualımız belədir. Ən məşhur Azərbaycan şairi kimdir? Göndərirəm. Sualımızın cavabı belə oldu. 6 saniyə ərzində suala cavab verdi. Düşünərkən necə düşündüyünü buradan görə bilərik. Təbii ki, bunların ingilis dilində olacaq. İndi isə ikinci sualımıza keçək. İkinci sualımız belədir. Azərbaycanın ən böyük gölü hansıdır? Sualımızın cavabı belə oldu. Gördüyünüz kimi 4 saniyə ərzində sualı cavabladı. Biz sualı verdikdən sonra necə düşündüyünü də buradan görə bilərik. Üçüncü və son sualımız Azərbaycan bayrağındakı rənglərin mənası nədir? Belə bir cavab verdi. 7 saniyə düşündü.
və nəticə belədir. Təbii ki, biz bu modeldən çox böyük bir performans gözləyə bilmərik. Çünki bu modellər böyük modellərin loru dildə desək kiçildilmiş variantlarıdır. Və bu modellərin içində bir çox dil paketləri olduğu üçün təbii ki, Azərbaycan dilində hər şeyi tam aydınlıqla başa düşə bilmir. Amma əgər orta səviyyə ingilis dili bilirsinizsə, bu model sizə çox kömək edə bilər. Çünki burada danışdığınız bütün söhbətlər lokal şəkildə kompüterinizə saxlanılır. Yəni sizin məlumatlarınız və yaxud da söhbətləriniz Çinə və yaxud da Amerikaya ötürülmür. Təbii ki, indi biz buna ingiliscə suallar versək, çox daha yaxşı performans göstərəcək. Gəlin belə bir sual verək. Amerika Birləşmiş Ştatları neçə ştatdan ibarətdir? Bizə belə bir cavab verdi, 6 saniyə düşündü və 50 ştat olduğunu dedi, yəni doğru cavab verdi. Və əgər belə bir modeli öz kompüterinizdə lokal şəkildə istifadə etmək istəyirsinizsə, məsləhət görərdim ki, siz ingilis dilində istifadə edin. Belə dostlar, bu videoda sizlərə Elm Studio nədir, necə yüklənir və quraşdırılır, Elm Studioya süni intellekt modellərini necə əlavə etmək olar, ətraflı şəkildə izah etməyə çalışdım. Ümidvaram ki, bu video sizin üçün faydalı oldu. Bu video sizin üçün faydalı oldusa, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Əgər hər hansısa bir məqam qaranlıq qaldısa və yaxud da hər hansısa bir mərhələdə çətinlik çəkdinizsə, şərhlərdə mənimlə bölüşməyi unutmayın. Bütün sualları cavablandırmağa çalışacağam. Növbəti videolarda görüşənədək.